Gəlin bugün Çinin böyük strategiyasına baş vuraq. Xi Jinping dövründə bu strategiya necə formalaşdı və bütün dünyaya necə təsir edir? Başlayaq. Deməli, 2012-ci ildə Xi Jinping hakimiyyətə gəlir və sanki Çin üçün yeni bir səhifə açılır. Hər kəs gözləyirdi ki, Çin artıq daha iddialı, daha cəsarətli addımlar atacaq. Onsuz da yadınızdadırsa 2008-ci il Pekin Olimpiyadasından sonra o özünə inam artıq hiss olunurdu. Yaxşı, bəs əsas sual nədir? Görəsən Xi Jinpingin gəlişi həqiqətən də keçmişlə tam bir qırılma idi? Yəni, o, Çinin bütün xarici siyasət kursunu kökündən dəyişdi, yoxsa bu sadəcə bir təkamül idi? Bax, məhz bu suala alim Avery Goldstein çox maraqlı bir cavab verir. Deyir ki, yox, bu bir inqilab deyil, bu əslində bir təkamüldür. Yəni, Xi Jinpingin etdikləri Çinin 10 illərdir davam edən milli dirçəliş hədəfinin məntiqi davamıdır. Gəlin onda bu məsələnin kökünə gedək. Bunu anlamaq üçün biraz zaman maşından minib soyuq müharibənin sonuna qayıtmalıyıq. Çünki hər şey məhz oradan başlayır. Baxın, soyuq müharibə bitəndən bu yana Çinin əsas hədəfi heç vaxt dəyişməyib, milli dirçəliş. Amma bu hədəfə çatmaq üçün seçilən yollar, yəni strategiyalar zamanla dəyişib. 3 fərqli mərhələdən danışa bilərik və hər biri də Çinin o dövrdəki gücünü və dünyanın vəziyyətini əks etdirirdi. İndi bu rəqəmə diqqətlə baxın. 6.6%. Bu əslində hər şeyi izah edir. Təsəvvür edin, 1992-ci ildə Çinin bütün iqtisadiyyatı ABŞ iqtisadiyyatının cəmi 6.6% idi. Fərq sadəcə inanılmaz idi. Elə buna görə də o dövrün lideri Deng Xiaoping məşhur imkanlarını gizlət və vaxtını gözlə stratejiyasını irəli sürmüşdü. Məntiq çox bəsit idi. Hələ ki zəifik, güclənənə qədər diqqət mərkəzində olmayaq. Amma təbii ki, bu gizlənmə oyunu sonsuza qədər davam edə bilməzdi. Çin sürətlə güclənirdi və bəzi məsələlərdə, məsələn, Tayvan boğazı və Cənubi Çin dənizində artıq öz mövqeyini qətiyyətlə ortaya qoyurdu. Bu isə istər-istəməz qonşuları və xüsusilə də ABŞ-ı narahat etməyə başladı. Yəni, artıq pərdə arxasında qalmaq mümkün değildi. Və beləcə Pekin yeni bir səhifə açmalı oldu. Adını da sülhsevər yüksəliş qoydular. Buradakı əsas məqsəd dünyaya çox aydın bir mesaj vermək idi. Bəli, biz güclənirik, amma qorxmayın. Bizim yüksəlişimiz təhdid deyil, əksinə hamı üçün yeni imkanlar yaradacaq və bu yanaşma 10 ildən çox Çinin əsas xətti olduğu. Bütün bu proseslər bizi gətirib çıxarır birbaşa Xi Jinping dövrünə. Xi artıq tamamilə fərqli, çox daha güclü bir Çinə rəhbərlik edirdi və o, bu yeni reallıq üçün 3 sütunlu yeni bir strategiya hazırladı. Gəlin, indi bu strategiyanın detallarına baxaq. Deməli, Xinin strategiyası 3 əsas prinsipə, 3 sütuna dayanır. Birincisi, dünyanı sakitləşdirməyə davam etmək. İkincisi, qlobal sistemi, yəni beynəlxalq qaydaları yeni reallıqlara, başqa sözlə Çinin artan gücünü uyğunlaşdırmaq. Üçüncüsü isə Çinin öz əsas maraqları adlandırdığı məsələləri daha qətiyyətlə müdafiə etmək. Gəlin indi hər birinə ayrı-ayrılıqda nəzər salaq. Başlayaq birinci sütundan. Sakitləşdirmək. Bu, əslində əvvəlki sülhsevər yüksəliş siyasətinin bir növ davamıdır. Məsələn, Xi ABŞ-a yeni tipli böyük güc münasibətləri təklif etdi. Bu nə deməkdir? Yəni, gəlin tarixdəki o məşhur Fukidides tələsinə düşməyək, yüksələn güclə mövcud gücün savaşı qaçılmaz deyil deyirdi. Yaxud Asiya İnfrastruktur İnvestisiya Bankını qurdular, bununla da dünyaya mesaj verirdilər ki, biz mövcud sistemi yıxmağa yox, ona alternativlər, əlavələr gətirməyə çalışırıq. İndi isə keçək ikinci sütuna, islahat etmək. Baxın, Xi Jinpingin bu sözləri əslində hər şeyi deyir. Deyir ki, bizim məqsədimiz mövcud beynəlxalq sistemi tamamilə dağıtmaq deyil, sadəcə onu daha ədalətli, daha məntiqli bir hala gətirməkdir. Təbii ki, burada daha ədalətli deyərkən, Çinin artan çəkisinin nəzərə alan bir sistemdən söhbət gedir. Yəni, Çin artıq oyunda sadəcə iştirakçı yox, oyunun qaydalarını yazanlardan biri olmaq istəyir. Və bu islahat gündəminin tacı əlbəttə ki, bir kəmər, bir yol təşəbbüsüdür. Bu, sadəcə bir layihə deyil, bu nəhəng bir qlobal vizyondur. Çinin maliyyəsi ilə Asiya, Afrika və Avropada yollar, limanlar, dəmir yolları tikirir. Məqsəd, qlobal ticarət yollarını və iqtisadiyyatı Çinin mərkəzində olduğu yeni bir formada qurmaqdır. Və nəhayət gəldik üçüncü, bəlkə də ən çox mübahisə yaradan sütuna, müqavimət göstərmək. Cənubi Çin dənizi məsələsi buna ən bariz nümunədir. Baxın, iki fərqli reallıq var. Pekin deyir ki, mən sadəcə öz tarixi suverenliyimi, mənə miras qalan haqqımı qoruyuram. Amma beynəlxalq ictimaiyyətin böyük bir hissəsi, xüsusilə də qonşuları bunu tam fərqli görür. Onlar üçün bu, beynəlxalq hüququ pozan, aqressiv bir hərbi genişlənmədir.
Gördüyünüz kimi, baxışlar 180 dərəcə fərqlidir. Yaxşı, Sin bu üç tərəfli strategiyanı yürüdür. Bəs dünya buna necə reaksiya verir? Təbii ki, Sinin bu qədər iddialı addımları cavabsız qalmayıb. Skeptisizm, şübhə və bəzən də açıq müqavimətlə üzləşib. Xüsusilə də Sinin milli dirçəliş hədəfini 2050-ci ilə qədər tamamlamaq və Çini qlobal liderə çevirmək kimi iddialı bəyanatları Qərbdə, ən çox da ABŞ-da ciddi narahatlıq yaratdı. Bu ritorika Vaşinqtonun Çinə qarşı siyasətindəki dönüşü sürətləndirdi. Artıq söhbət əməkdaşlıqdan deyil, strateji rəqabətdən gedirdi. Və bu rəqabətin mərkəzindəki tənqidlərdən biri də məhz borc tələsi diplomatiyası adlanan anlayışdır. Tənqidçilər nə deyir? Deyirlər ki, Çin qəsdən bəzi ölkələrə ödəyə bilməyəcəkləri qədər böyük kreditlər verir, məqsəd isə həmin ölkə borcunu qaytara bilməyəndə ondan strateji aktivləri, məsələn, limanları almaq və ya siyasi güzəştlər əldə etməkdir. Bu borc tələsi iddiasının da, belə deyək, poster uşağı Şri-Lankadakı Hambantota limanı oldu. Hekayə belədir. Şri-Lanka limanın tikintisi üçün Çindən aldığı borcları qaytara bilmir və nəticədə limanın idarəçiliyini 99 illik icarəyə bir Çin şirkətinə verməli olur. Bu hadisə bütün dünyada, baxın, Çinin əsl niyyəti budur, deyənlər üçün əsas argumentə çevrildi. Ancaq məsələ bu qədər bəsit deyil. Bir çox ciddi analitik araşdırıb deyir ki, bunun sistematik bir borc tələsi strategiyası olduğuna dair tutarlı sübutlar əslində çox azdır. Amma Çinin özünün də bir səhvi var. Bu, bir kəmər bir yol sazişləri çox vaxt qeyri-şəffaf olur. Məhz bu şəffaflığın olmaması da şübhələrin daha da alovlanmasına səbəb olur və Pekinin özünü müdafiə etməsini çətinləşdirir. Yaxşı, bütün bu məlumatları bir yerə yığsaq, ortaya hansı mənzərə çıxır? Xi Jinpingin bu böyük strategiyası hansı əsas sınaqla üz-üzədir? Deməli, əsas məqam gəldiyimiz nəticə budur ki, Xi Jinpingin strategiyası çox incə, çox mürəkkəb bir tarazlıq üzərində qurulub. Bu, kəndirbazın ip üzərində yeriməsinə bənzəyir. Çünki Çin eyni anda bir-biri ilə tez-tez ziddiyyət təşkil edən bir neçə şeyi etməyə çalışır. Baxın, bu strategiyanın əsas çətinliyi də məhz budur. Siz eyni anda həm dünyanı narahat olmayın deyə sakitləşdirib, həm beynəlxalq sistemi öz xeyrinizə dəyişməyə çalışıb, həm də öz əsas maraqlarınızı qorumaq üçün sərt müqavimət göstərə bilərsinizmi? Bu üç məqsəd arasında tarazlığı qorumaq həqiqətən də inanılmaz dərəcədə çətindir. Biri digərinə mane olur. Və sonda hər şey gəlib bu əsas suala dirənir. Getdikcə daha şübhə ilə yanaşan bir dünyada Çin bu sakitləşdirmə siyasəti ilə müqavimət göstərmə siyasətini bir arada tarazlı şəkildə apara biləcəkmi? Bu sualın cavabı təkcə Çinin deyil, bütün dünyanın 21-ci əsrdəki gələcəyini müəyyən edəcək. Bu, bizim dövrümüzün ən böyük strateji sınağıdır.